Vaxtınız xeyir olsun əziz tamaşaçılar. Bir istirahət günü yenə də sizin qarşınızdayıq. Salam, xoş gördük hər birinizi, əziz tamaşaçılarımız. Yenidən sizinlə birlikdəyik və dedik ki, noyabr ayı bizim üçün zəfər ayıdır. Bugün də biz özümüzə borc bildik ki, studiyamıza sevilib, seçilən, qarşılarında baş əyməli olduğumuz anaları, qazilərimizi studiyamıza dəvət edək. İstərdim analarımızı sizə təqdim edim. 44 günlük müharibənin iştirakçısı, elə deyək də, qəhrəman oğlu Elvin Abbasov Səxavətoğlu. Bahar ana, xoş gəlmişsiniz. Əllərinizdən öpürük. Allahdan sizə can sağlığı diləyirik. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Və Nəcəfov Yusif Nadiroğlu. Flora xanım, sizə də təşəkkür edirəm gəldiyinizə görə. Zəhmət çəkmişsiniz. Gələn ayaqlarınız var olsun. Dəvətimizi siz də qəbul edib gəldiyinizə görə təşəkkür edirəm. Mən növbəti qonağımızı sizə təqdim etmək istəyirəm. Ruslan Şıxıyev El sayılı kəşfiyyat taborunun xüsusi təyinatlı bölüyünün vətən müharibəsi iştirakçısıdır və döyüş yolu Talış-Kənd, Suqovuşan, Ağdərə, Kəlbəcər istiqamətində olub. Müharibə başlayandan ta müharibə bitənə qədər qəhrəmancasına döyüşən əsgərlərimizdən biridir. Eyni zamanda Suqovuşan azadlığı uğrunda cəsur döyüşçü, müharibə iştirakçısı medalları ilə təltif olunub. Xoş gəlmisiniz siz də. Təşəkkür edirəm dəvətinizə görə, minnətdaram. İlk növbədə mən şəhid analarımıza Allahdan səbr diləyirəm və bildirmək istəyirəm ki, bugünkü gün Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb öz canından keçən hər bir oğlumuz bu vətənin dövlət himni olan, himnin bəndə olan hüququndan keçən əskər hərə bir qəhrəmandır cümləsini yaşadan oğullarımızdır, analarımızın qarşısına baş əyirik. O ki, qaldı bizim özümüzə, biz üzərimizə düşən öz vəzifə borcumuzu, yəni vətəndaşlıq olan borcumuzu öz xidmətimizlə ödəmişik. Çox sağ olun. Təşəkkür edirik sizə. Və istərdim ki, mənim üçün çox maraqlı olan, demək olar ki, biz o mahnılarla elə bilin ki, daha da içimizdə olan o hisslərimizi daha da açıq, aydın şəkildə ifadə edirdik. Yəni, musiqinin ilk notlarından, ilk sözündən artıq biz cuşa gəlirdik və yüksək səslə o musiqiyə qulaq asırdıq. İstəyirəm sizə vətənpərvər şair, bəstəkar, bir vətən oğlu kimi sözünü demiş Nurlan Ordubadını sizə təqdim edim. Mənim üçün xoş oldu, nəyə görə? Çünki ilk dəfədə mən şəhid anaları ilə, qazi qardaşlarımızla efirdəyəm. Allah şəhidlərimizin ruhunu şad eləsin. Allahdan şəhid analarına, şəhid ailələrinə səbir, uzun ömür. Allah ölkə başımızı qorusun, başımız hər zaman uca olsun, bizim şəhidlərimizin sayəsində. Deyir, ordum varsa yurdum var, başımız ucadır, zəfər Azərbaycanlandır. Bugünkü gün Azərbaycan dünyada tanınan dövlətlərdən biridir. Allah qorusun. Sizlər də sağ olun, var olun. Borcumuz var. Sağ olun ki, dəvət eləmişsiniz. Mən neçə il qürbət eldə yaşamışam. Allah şəhidlərimizin ruhunu şad eləsin. Mən hər bir məclisdə, hər bir tədbirdə fərq eləmir, hər yerdə deyirəm. Bizim başımızı uca elədi o igidlər. Hansı ki, bugünkü gün qürbət eldə də bizim yaşayan həmvətənlərimiz var. Onların da başı uca oldu. Söhbətlər bizim vətəndən getmir ki, biz illərdir başı aşağı gəzir. Amma Rusiyası olsun və qeyri-xarici ölkələrdə bizim, özünüz bilirsiniz, hər yerdə Azərbaycanlılarımız var. İndi maşallah olsun ki, başımız ucadır. Yenə dediyim kimi, bizim ordumuzun sayəsində, şəhidlərimizin sayəsində, bacardığımız qədər biz də o mahnıları elə belə ərsəyə gətirməmişik ki, xalqın gözü tərəzidir, xalq özü də maşallah olsun, bilir, mən həmişə deyirəm, nəyə seçmək lazımdır. Bir şeydə etiraf edeyim, mən bu heç yerdə deməmişdim. Bu da bir Allahın möcüzəsidir yəqin ki, sentyabrın düz 26-sına, 27-sinə keçən gecə YouTube'da Yaşa Azərbaycan 44 milyon oldu ana. Mən o paylaşmışdım, yəqin ki, gördünüz. Sentyabrın 26-sına, 27-sinə keçən gecə girib baxa bilərsiniz. 44 milyon oldu Yaşa Azərbaycan, mənim öz kanalımda. Baxmayaraq ki, ümumiyyətcə 90 milyondur, amma öz kanalım. Bu da bir Allahın möcüzəsidir, nə bilim, çox adamlar yazmışdı. Komentariyalarda bizim çoxları hiss eləmişdi, yazmışdım. Bu mahnılarda
bizim o şəhidlərimizin də bizim vətən haqqında 15 vətənpərvər mahnımız var. Mən özüm Qarabağda konsert vermişəm, bütün hərbi hissələrdə, bütün briqadalarda, el saylı hərbi hissələrdə bizim 15 vətənpərvər mahnımız var və dediyiniz kimi məktəblərdə, təhsil ocaqlarında, balacalar, böyüklər hamı çox istəyir, çox sevir və bu mahnılar yaşadıqca, yaşa Azərbaycan dedikcə unudulmayacaq, inanıram ki, Bəli. şəhidlərimiz, Azərbaycanımız nə gözəl. Bugünkü gün dünyanın hər bir yeri yaşa Azərbaycan deyil. İnanın Allaha ki, bəlkə də gündə bir 50-dən 60 dənə video silirəm, göndəririk. Xalisən Almaniyadan, oradan. Bu gözəl bir şeydir. Çox gözəl. Və biz də nə qədər canımızda can var, inşallah bacardığımız qədər yazacağıq Allahın verdiyi istedadla ki, bizim şəhidlərimizin adı hər zaman bax belə unudulmasın. Nurlan bəy, sizə eşitmək istəyirik. Elə bu Buyurun. məqamda Yaşa Azərbaycanın əsl vaxtıdır. Yaşasın Azərbaycan. Yaşasın Azərbaycan. Belə bir vəsiyyət etmişdi ulu öndərimiz. Qarabağ azad olunduqda bitər dərsərimiz. Atanın əmrini icra eləyən rəhbərimiz verib hər bir yana elan dedi ki, yaşasın Azərbaycan yaşasın. Verib hər bir yana elan dedi ki, yaşasın Azərbaycan yaşasın. Yine Xankəndə girib xan dedi ki, yaşasın Azərbaycan yaşasın. Cənab Ali Başkomandan dedi ki, yaşasın Azərbaycan yaşasın. Vətən uğrunda canından keçdi, neçə qeyrətli vətənpərvər oğul. Analar balasını qurban dedi ki, yaşasın Azərbaycan yaşasın. Biz səfərbərlik olan gün necə çıxdıq yürüşə. Bizi cənnət Qarabağımız çağırırdı görüşə. Hətta az yaşlı uşaqlar can atırdı döyüşə. Hamının içində vicdan dedi ki, yaşasın Azərbaycan yaşasın. Hamının içində vicdan dedi ki, yaşasın Azərbaycan yaşasın. Yine Xankəndə girib xan dedi ki, yaşasın Azərbaycan yaşasın. Cənab Ali Başkomandan dedi ki, yaşasın Azərbaycan yaşasın. Vətən uğrunda canından keçdi, neçə qeyrətli vətənpərvər oğul. Analar balasını qurban dedi ki, yaşasın Azərbaycan yaşasın. Birdi yumruq kimi millət belə vəhdət yaranır. Daha da Azərbaycanımız uğurlar qazanır. Müzəffər ordumuz hər yerdə müzəffər dayanır. Budur son söz, budur fərman dedi ki, yaşasın Azərbaycan yaşasın. Budur son söz, budur fərman dedi ki, yaşasın Azərbaycan yaşasın. Yine Xankəndə girib xan dedi ki, yaşasın Azərbaycan yaşasın. Cənab Ali Başkomandan dedi ki, yaşasın Azərbaycan yaşasın. Vətən uğrunda canından keçdi, neçə qeyrətli vətənpərvər oğul. Analar balasını qurban dedi ki, yaşasın Azərbaycan yaşasın. Hadrutda su qovşanda verdi əmir
düşmanı məhv eylədi bir yumruğumuz. Xankəndə bir ayrı cür girdi dəmir yumruğumuz. Başçımız birbaşa oradan dedi ki, yaşasın Azərbaycan yaşasın. Başçımız birbaşa oradan dedi ki, yaşasın Azərbaycan yaşasın. Yine Xankəndə girib xan dedi ki, yaşasın Azərbaycan yaşasın. Cənab Ali Başkomandan dedi ki, yaşasın Azərbaycan yaşasın. Vətən uğrunda canından keçdi, neçə qeyrətli vətənpərvər oğul. Analar balasını qurban dedi ki, yaşasın Azərbaycan yaşasın. Necə həssas yanaşırsan öz körpəsinə. Biz o cür bağlıyıq əslində vətən kəlməsinə. Həm şəhidlərimizin, həm qazilərin nərəsinə. Dil açıb Azərbaycan dedi ki, yaşasın Azərbaycan yaşasın. Dil açıb Azərbaycan dedi ki, yaşasın Azərbaycan yaşasın. Yine Xankəndə girib xan dedi ki, yaşasın Azərbaycan yaşasın. Cənab Ali Başkomandan dedi ki, yaşasın Azərbaycan yaşasın. Vətən uğrunda canından keçdi, neçə qeyrətli vətənpərvər oğul. Analar balasını qurban dedi ki, yaşasın Azərbaycan yaşasın. Müharibə başlayan gündən əsirdi nəfəsim. Gördüyüm içimdə şəhid olmağa artır həvəsim. Yaşa Azərbaycan dağları titrətdi səsim. Qoşulub xalqına nurlan dedi ki, yaşasın Azərbaycan yaşasın. Qoşulub xalqına nurlan dedi ki, yaşasın Azərbaycan yaşasın. Yine Xankəndə girib xan dedi ki, yaşasın Azərbaycan yaşasın. Cənab Ali Başkomandan dedi ki, yaşasın Azərbaycan yaşasın. Vətən uğrunda canından keçdi, neçə qeyrətli vətənpərvər oğul. Analar balasını qurban dedi ki, yaşasın Azərbaycan yaşasın. Çox sağ olun. Çox Təşəkkür təşəkkür edirik edirik. Nurdan Çox bəy. minnətdarıq. Hədsiz təşəkkürlər. İndi isə istəyirəm sizi mətbəximizin aşpazı ilə tanış edim. Xoş gəlmisiniz İlyas. Əziz tamaşaçılar, bugünkü mətbəximizin aşpaz qonağı Xalid Hüngəlinin baş aşpazı, Azərbaycan Kulinariya Assosiasiyasının üzvü İlyas Axundovdur. İlyas, necə hiss edirsiniz bizim mətbəxdə özünüzü? Çox rahat, çox gözəl hiss edirəm. Nə gözəl. Və ilk növbədə öz adımdan şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm. Səbr diləyirəm sizlərə. Amin. İnşallah. Amin. Amin. Mən də sizi salamlayıram. Mətbəxi sevən bir xanım kimi bişirməyi, yeməyi və çox sevən bir xanım kimi mənim üçün maraqlıdır. Bu qədər gözəl məhsullar yığmısınız bura. Buyurun, eşitdim. Deməli, Gəlir. sırada dadlı bir yemək var. Hə? Can əti görürəm. Qoquz ətidir, antrikotlu tofu filesidir. Nə bişirəcəyik? Bu yəni Xalid Xinqali restoranından özünə məxsus olan xani salat hazırlayacağam Nə qəşəng. və boğça. Qoquz Boğça. ətindən boğça. İlk növbədə onda salatdan başlayayım. Salatı hazırlayıb Və? keçərik inşallah. Tamam, içinə gedən məhsul. Salata gedənlər iceberg, pomidor, rəngli biber, xiyar, souslar, suxari. Bu Xalid Xinqalinin özəl sousudur, salat. Onun üçün Nələr? səhvini vermək istəyirsiniz bizə? Onu Söyləyəcəkdim, savsədə. Yox, ona deməyim, gəlir. Deməyim. İnşallah. O, Iceberg dediyiniz kahın növüdür də. bəli. Onu qeyd edək. Şöyle Tamam. fikir verdinsə, ustamız sirrini vermir.
hər kəsi, bütün tamaşaçıları Xalifin Gəl restoranına dəvət edir ki, məhz bu salatı orada yesinlər. Biz yeyib dadına baxıb sizə deyəcəyik necədir. Getməyə dəyər yoxsa yox? İstəyirəm biraz Elvin haqqında bizə danışasınız. Sizinlə bir uzun yol gedib gəlmişik. O yolda mənə danışdıqlarınızı, o video görüntüləri birazdan verəcəyik, tamaşaçılarımız da görəcək. İstəyirəm biraz siz ondan danışasınız. Salam, mən gözəl qızlarım, mənim dəyərli balalarım. Həqiqətən də bugünkü gün bu veriliş bizə çox dəyərli oldu. Dəyərli ona görə oldu ki, bizim burada Qazi balamız, Nurlan balamız, dəyərli qızlarımız oldu. Allah sizi var eləsin. Mənim burada dərd ortağı şəhid anam var. Biz eyni dərddənik, eyni şəhid anasıyıq. Mən belə danışa bilərəm ki, Elvin könüllü gedib. Elvin Bakı Dövlət Kollecdə oxuyurdu, məktəbin yarımçıq qoyub, könüllü cəbhəyə qoşulub, müharibəyə qoşulub. Müharibəyə qoşulan zaman evdən çıxıb gedəndə o bir söz işlədir. Bir qrup yoldaşına səs atır, deyir ki, mən bu səsimi zəng eləyir, o deyir ki, gedirəm, deyir, hara? Deyir, mən gedirəm müharibəyə. Bəs, deyir, hardasan? Deyir, yoldayam, deyir, yalan demə, deyir, yox, valla, düz deyirəm. Amma bu səsimi saxlayıcıyla, ola bilsin şəhid olaraq, mən səsim xatir olsun, amma anama da atarsan. Sonra da yolda gedəndə özü danışır ki, mən gedirəm, oradakı oğlanlar nə məndən artıq, nə məndən əksik idi. Mən də orada qardaşlarımın yanında onlara bir dəstək olaraq, bir körp balaca qardaş olaraq, onlara kömək, silah-sursat daşımağa da olsa, gücüm çatan qədər gedərəm. Yoldayım, avtobusdayım, mən gedirəm. Yaxşı, səni Ağcabədiyə gedirəm. Müğayət oldu özünə, Allah amanlı. Bu sən silmə də, bilmən hər ehtimala qarşı ehtiyac olar da, ölüb eləyərəm, arada səsimə qulaq asarsan. Həqiqətən biz bir də ki, o məktəbə gedəndə birinci sinifdə bayrağı seçdi. Bayrağı seçəndə elə onda o qəhrəman olub. Mən evdə mələk saxlamışam, bilməmişəm amma. Elvin qompərəs, nə bilim, hər şeyi istəyərdi ki, hər şeyi öz eləsin. Həqiqətən fəxr edirəm ki, 30 illik torpaqlarımızı bizim o igid qəhrəman oğlanlarımız qaytardı bizə. Bugünkü gün bizim hamımızın, ana-bacımızın, qeyriyyətimizin, namusumuzu geri qaytardı. Mən bugünkü gün fəxr edirəm ki, həqiqətən mən Elvinin 3000 şəhidin anasıyam. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Prezidentimizi saxlasın, Mehriban xanımı saxlasın. Allah bütün analara səbir, dözüm versin. Çətindir. Evlad ikisi çətindir, amma qürur vericidir. Bir Qazi balam deyir ki, sizin hər yerdə ana deyib üstünüzə yürürlər. Həqiqətən sağ olsun Azərbaycanımın elə qeyrətli oğlanları. Biz bugünkü gün fəxr edirik ki, belə qeyrətli oğlanlarımız var. Biz bir evlad itirdik, eləsinə gözəl 3000 çoxlu oğlanlar qazandıq. Nurlan bala daim bizim yanımızdadır. Bizim balalarımıza şeir, mahnı oxuyub. O gəlir bizim başımızdan öpür, ana ağlamayın deyir. Amma onun ən yaralı yeri odur ki, deyir, analar, heç vaxt ağlamayın. Siz ağlayanda mənə pis təsir eləyir. Amma Nurlan, ağlamamaq olmur. Əldə deyil. Nə qədərinə, bayaq dedim, qürur vericisə, o qədərinə də kədərlidir. Çünki ürəkdən parça qopub. Yenə də fəxr edirik ki, bizim evladlarımız qəhrəman, igid, torpaqlarımızı geri qaytaran oğlanlardır. Şərəfli, ləyaqətli. Prezidentimizin dəmir yumruğu ərazisində bizim də balalarımız yumruğun sırtdı, torpaqlarımızı geri qayıtdı. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Allah sizi kimi balaları qorusun. Amin. Allah qazilərimizin canını sağ eləsin. Analara da səbir, dözüm versin. Bu yolu balalarının yanına uzaq getsin. Yadıma gəlir, siz mənə bir video görüntü göstərdiniz. Dediniz, Elvin bir səs atıb ki, bir qəribə səs diapazonu ilə deyir ki, ay ana, mən gedirəm, narahat olmaya qayıdacam. Özdə elə bir gözəl görüntüdür ki, telefonu video görüntü ilə qoyub anaya çəkib atıb. Narahat olmaya deyir, gedim, gəlirəm. Biz Elvinə Bir çox bağlıyıq. qəribə bir hissdir. Amma dönə-dönə də deyir ki, səni öpürəm. Bilirsən də, səni çox istəyirəm. Ya o video görüntünü mən görəndə avtobusda bir yerdə getmişik Xan kəndinə. Nə bilim, sözlə ifadə olması hisslər deyil. Fikirləşin, kim qorumalı torpağı?
namusuna, qeyrətlə bu torpaq, bu torpaqın kim qalacaq, mərdi meydana qalacaq. Mekanın cennet, cennet olsun oğul, kalpli nurlar, nurlar dolsun oğul. Mekanın cennet, cennet olsun. Bugün ayın 9-u, oktyabrdır. Öz könlü xoşluğumla gedirəm cəbhəyə. İnşallah Allah bütün əskərlərimizi qorusun, içində mən olmağıma. Başqa heç nə demirəm. Allah hamının gözü yolda qalanların gözü yoldan çəksin. İnşallah torpaqlarımız olsun. Bütün analar sevincində olsun. Mən də könlə gedirəm. Oradakı oğlanlar nə məndən artıq, nə məndən əksi idi. Gedirəm oradakı qardaşlarım yanına, gücüm çatan qədər onları qulluğunda durum. Onların yanında olum, onların yanında çiğ-çiğə vuruşum. Allah aman. O günləri bir tədbirdə məsciddə idik. Bir dənə gözəl Göyçək Səkim xanım idi. Yaxınlaşdı, ağlaya-ağlaya yanıma. Dedi ki, mən sizi tanıyıram. Dedim, mən sizi tanımadım, kimsiz? Dedim, mən Elvin istəyən qızam. Mən Elvin istəyən qızam. Gəldi Elvinin şəklini aldı məndən. Elvinə əli ilə rəssamla şəkil çəkib. Atım mənə elə sözlər deyib ki, elə bilirsən ki, həyatın qurubu. Yəni ki, bax, belə şeylər ağırdır atı üçün, ana üçün. Düzdür, oğul olan günü igid qəhrəmandır, vətənin qorumaqdan ötürüdür. Atan, ananın arxası dayağıdır, amma belə şeylər də çətindir. Sağ olun, üzürü sayır, sizi biraz görətdim, sağ olun. Yox, əzizim, yox. Bəzi sözlər var ki, onun qarşılığını verə bilmirsən. Sözlər aciz qalır təsəlli verməyə. Ancaq mən bir onu bilirəm ki, şərəfli yaşamaq, şərəfli getmək hər insana nəsib qismət olmur. Flora xanım, sizi də dinləmək istəyirik. Çox sağ olun. Bizi bu verilişə dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm. Nurlan oğlumuzu salamlayırıq, qazimizi salamlayırıq. Yusuf öz doğum günündə şəhid olub. Torpağa tapşırılıb. Bir orman yangınında yara almış gibi ben keskin kenarlarda uçurumlar gibi yolların sonu yok, acının rengi yok, benim de dermanım yok. Sevdiğim benden vazgeçtim, belki çoktan gittim, dönülmeyen yüreğim. 2001-ci ildə Yusuf dünyaya gəlib. Onda mən çox sevindim ki, 2001-ci il təvəllüd uşaq, nə deyəsən? 2001-ci ildə Yusuf dünyaya gələndə təbii ki, bizim evimizdə o sevinci yaşadıq. Amma heç ağlıma da gəlməzdi ki, 2020-ci ildə Yusuf vətəninə xidmət eləyib, öz doğum günündə şəhid olacaq. Yəni, çətindir bizə danışmaq. Həm mən Yusufun il dönümünü qeyd edirəm, həm ad gününü qeyd edirəm, onsuz ad gününü qeyd edirəm. Amma həmişə də yanımda hiss edirəm onu. Biz Yusuf dininə bağlı uşaq idi. Çox hədsiz dərəcədə namazında, orucunda, hər bir şeyində olub. Həmişə də onun ad günləri gəlib düşürdü məhərrəmlik aylarına. Deyirdim ki, nəsə eləyim sənə. Deyirdi, yox eləmə, heç bir şey eləməm. Heç tort belə qoymurdu pişirməyə ki, eləmə. Amma indi mən məhərrəmlik ayında da düşəndə Yusufa ad günü eləyirəm, şəhid olandan sonra. Adi aylara da düşəndə həm il dönümünü qeyd edirəm, həm şəhid olduğu günü ad günü olduğunu qeyd edirəm. 19-cu baharında Yusuf torpağa tapşırılıb. Yenə mən Yusufla fəxr edirəm. Necə ki, Bahar ana deyirik, onlar bizim qürurumuzdur. Onlar bizim Azərbaycanın 30 ildə işğal altında olan torpaqlarımızı geri qaytardılar. Balaca canları ilə, az yaşları ilə böyük işlər gördülər, tarix yazdılar. O qədər çox sevirdi tarix dərsini.
Həqiqətən də çox istəyirdi, xoşu gəlirdi tarix dərsindən. Bəlkə də o birisi dərsləri o qədər sevmirdi, amma tarix dərsini çox sevirdi. Xoşu gəlirdi o dərslərdən həmişə. Nə danışa bilərik? Onlardan çox şey danışa bilərik. Biz belə yəni intervyu verəndə, nə bilim televiziyalara çıxanda çox belə həyəcan keçirdirik onlar haqqında. Amma sonradan oturub deyirsən ki, bunu deyə bilərdim mən, Yusuf belə eləmişdi, məsələn Elvin belə eləmişdi. O qədər həyəcan keçiririk, biz onlar haqqında danışa bilmirik. Yusuf oktyabrın 2-sində yaralanmışdı. Şəhid olmamışdan qabaq oktyabrın 2-si yaralanıb Yusuf. Xəstəxanaya yerləşdirib. Həmişə anayıq da, hamımız deyə bilərik ki, Yusuf otur xəstəxanada, qoy rahatçılıq olsun, sonra çıx. Dedi, amma nə danışırsan sən? Bilsən burada nə qədər şəhidlərimiz var? Siz deyib bir dənə özünüzdən müğayət olun deyirəm, məndən narahat olmayın, mən yaxşıyam. Hamısında mesaj göndərdiyi odur ki, özünüzdən müğayət olun. Ana özündən müğayət ol, elə bilirdilər ki, burada da o müharibənin abu-havası var. Bakıda da elə bilirdilər o müharibənin abu-havası var. Deyirdi, özünüzü gözləyin, mən yaxşıyam, narahat olmayın. Həmişə deyirdim ona ki, xəstəxanadan çıxacaqdı. Elə eşitdiyimə görə deyirəm, dəqiq bir məlumatım yoxdur. Eşitdiyimə görə ki, özü ərizə yazıb çıxıb. Hətta əskər yoldaşları belə deyir ki, o şəhid olanda zaten axsıyırdı. Yəni çıxıb xəstəxanadan gəlib, bir gün sonra şəhid olub. Yəni, mən ona deyəndə ki, səni hara aparırlar? Xəstəxanadan çıxıb hara gedirsən? Dedim, amma onu demək olmur. Onu deməzlər. Hara getsəm oradayam. Onu deməzlər. Yəni, bu cür qəhrəmanları biz evimizdə yetişdirmişik. Bu cür igidləri biz evimizdə yetişdirmişik, özümüzün xəbərimiz olmadan. Özümüzün xəbərimiz olmadan hansısa bir qəhrəman yetişdirmişik evimizdə. Mən müharibədə 2 oğlum iştirak eləyib, böyük oğlum da iştirak eləyib. Yusuf 2-ci evladımdır, 3 evladım var. Allah qorusun digərlərini. O birisi oğlum ən belə qızğın döyüşlər gedən yerdə müharibədə olub Füzulidə. Bilirik ki, orada qızğın döyüşlər Füzulidə olub həmişə. Həmişə zəng vuranda vaxt tapırdılar, ikisi də zəng vururdular. Çox sakit danışırdılar. Nə top səsi eşitmirdim, nə güllə səsi, heç bir şey. Onlar elə bir yerdən danışırdılar ki, heç bir hiss olunmasın. Mən böyük oğlum gələndən sonra dedim ona ki, bəs nətər olur ki, siz mənlə danışanda mən axı o səsləri eşitmirdim. Yəni, analar var deyir ki, biz danışırdıq, səsi eşidirdik, amma mən eşitmirdim. Dedi ki, mama, biz orada 10 dəqiqə, 5 dəqiqə rahat bir vaxt tapanda komandirə deyirdim ki, mənə telefonu ver, mən anamla danışım, mənim atam xəstədir. Bir dənə məlumat olsun ki, yaxşıyıq. Yusuf da elə bizə həmişə sakit bir vaxtda. Mən Yusufun birinci il dönümündən 2 ay sonra atası rəhmətə getdi. Yəni dözmədi. Mən ona belə paxıllıq edirəm ki, sən Yusufun yanındasan. Bax, burada deyirlər, qadınlar daha dözümlü, mən həmişə evdə deyirdim. səbirli. Həmişə evdə deyirdim yoldaşıma ki, sən Yusufla fəxr elə. Yusuf elə bir yerdədir ki, sən ondan həmişə fəxr eləməlisən. Dedi, bilirəm. Onların mənə hamısı çatır. Mən onları hamısını yaxşı başa düşürəm. Amma yanımda yoxdur. Amma yanımda yoxdur. O da Yusufla nəfəs alırdı. Həqiqətən də Yusufla nəfəs alırdı. Deyirdi, onları hamısını mən yaxşı bilirəm. Bir kəlmə deyirdi ki, əstəğfurullah deyirdi. Bir dənə deyir, Allahdan onu istəyirəm ki, var olduğunu mənə göstərsin. Yusufun deyir, ilini verəndən sonra mənim canımı alsın. Elə də oldu. 2 ay sonra, elə bir yanvar ayında mənim yoldaşım rəhmətə getdi. Amin. Bütün şəhidlərimizin Allah məqamlarını uca eləsin. Ruhlarını şad eləsin. Amin Allah. Qazilərimizə Allah səbir, yenə də deyirəm, onların həqiqətən də səbirləri tükənib. Allah onlara səbir, bir də can sağlığı versin. Allah onları qorusun ki, bir daha Azərbaycan xalqı dara düşməsin. Allah onları qorusun ki, dara düşəndə bizi qoruya bilsinlər. Çox sağ olun dəvətinizə görə. Biz sizə təşəkkür edirik. Biz də istədik ki, bu verilişimizin biraz belə maraqlı məqamları var. Mətbəxdə nəsə bişiririk, musiqili qonaqlarımız olur. Biz də istədik ki, sizin azca da olsa, birazca da olsa, düzdür, sizi danışdırdıq, yadınıza saldıq, sizi geriyə dönüş elətdirdik. Amma yenə də birazca da olsa, nəsə bir, belə deyək də, bir haşiyə çıxaraq beyniniz rahatlaşsın. O abu-havadan, düzdür, o sizinlə deyir, mənlə qəbr evinə qədər gedəcək, dərdim mənlə birlikdədir. Amma yenə də biz bütün şəhid anaları ilə görüşlər eləyəndə, tədbirlər eləyəndə hamımız geyinirik, keçinirik, gedirik, amma yenə də onların qarşısında dayanıb nəsə bir əl qaldıranda deyirik ki, sizdən üzr istəyirik. Düzdür, sağ olsunlar, hamısı bizə dönə-dönə deyir ki, ay qızım, valla sizlər varsınız ki, biz sizlərə baxıb daha da ilhamlanırıq. Dinimiz olan İslam dininin
kitabı olan Qurani Kərimdə həqiqətən Allah Subhanahu taala siz şəhidlərə ölü deməyin. Onlar Allah qatında diridirlər. Həqiqətən şəhidlərimizin məqamı çox ucadır. Onların şəhid olanda o bəzən siz efirlərdə verirlər bəzi şəhid analarımız, atalarımız o şəhidlərin iyi haqqında gələn hədislər haqqında. Bizim hərbi hissəmizin şəhidi var, Lökbatanlı. Analarımız da tanıyır onun anasını. Ataməlinin atasının dediyi bir kəlməni vurğulamaq istəyirəm. Reallıqdır da bu. Reallığı, bəli, həqiqətən. Ataməlinin nəşini atası təhvil almışdı, şəhid qardaşımızın. Deyir, mən onu qucaqladım, mən onda elə bir iyi hiss etdim ki, Allah şahiddir ki, mən istərdim Ataməli bu dünyaya gəlsin, yenə də şəhid olsun. Mən o iyi yenidən qoxlamaq istəyirəm. Cənnət qoxusu. Bəli, bəli. Ona görə Allah Taala mən həmişə demişəm və bu gün də vurğulayım ki, həqiqətən də şəhidlərimiz dildə yox, bu ölkəmizin başlarının tacıdır. İstəyirəm Nurdan bəy, baxın, mikrofonu götürdünüz, elə mən də sizə yönəlim. Sizə nə demək istəyirəm? Valla mən çox telekanallarda olmuşam, baxmayaraq ki, bu son müddət çıxmıram çox verilişlərə. Şəxsən sizə və bu rəhbərliyə, bu verilişin hazırlayana öz adımdan xüsusi təşəkkürümü bildirirəm. Mən çox qürurlandım. Valla birinci dəfədir ki, belə veriliş görürüm. Bir Allah şahiddir ki, ola bilsin çatdıra bilmirəm, çox qürurlandım. İstəyirəm ki, bizim verilişlərimiz, şəhid analarına nə lazımdır? Mən çox olurum da onlarda, tədbirlərində, evlərində. Onlara belə qayğı, gəlsinlər, danışsınlar. Onlara başqa heç nə lazım deyil. Bunu da siz edirsiniz. Mən bir daha sizə minnətdaram. Allah sizə var eləsin. Bizim efirlərimiz, Azərbaycan efirlərində çox olsun belə verilişlər. Allah sizə olsun. Biz sizə təşəkkür edirik. Mən də öz adımdan həqiqətən sizə dərin təşəkkürümü bildirirəm ki, ilk növbədə şəhid analarını siz dəvət etmişsiniz. Sizin diqqətiniz, qayğınız biz həmişə görürük ki, şəhidlərimizin üzərindədir. Şəhid analarımızın, valideynlərinin, fərq etməz atasının, anasının, yoldaşının. Ona görə ayrıca sizə şəxsən təşəkkür edirəm. Və bu əməlin davamlı olmasını da sizdən rica edirəm. Bir də bizim o topçu qardaşımız var idi. Çox sıska bir oğlan idi. Çox balaca bir oğlan idi. Onun o topu atandan sonra duruşu, inanın ki, hamı ona baxırdı, bir insanın üzündə gülüş, təbəssüm əmələ gəlirdi. Amma onun içində nə qədər dayanıqlısı var. Cəsur ürək. Nə boyda ürəyi var onun. İnsanın böyüklüyü ilə ölçülmür. Ürəyin böyük olsun. Əsas ürəkdir. Baxın, bu cür döyüşlərdə iştirak eləmişsiniz, şücaətcəsinə, vicdanla, o belə deyək də, ürəklə, cəsarətlə. İlk qələbəni qazananda keçirdiyiniz təəssüratlar necə idi? Yəni, nə demək istəyirəm, hansı təəssüratlar? Yəni, artıq bitdi. Yəni, bu idimi? Bu qədər müddəti savaşmaq, döyüşmək, bu uşaqların getməyi, yəni, bu nə hisslər idi? Orada birazca bizə o, qısa da olsa yaşadığınız o, ajatajla yaşadığınız o hissləri eşitmək istəyirəm. Qələbə elan olunan vaxtı necə sevinmişik, sözün açığı mən o sevinci hiss etməmişəm. Nəinki mən, mənim döyüş yoldaşlarım belə. Çünki biz onda yaralılarla məşğul idik. Yaralılarımızı çıxartmaq lazım idi. Amma Azərbaycan xalqının sevinməyi bizim üçün daha üstündür. Mənim sevinməyimdən, mənim döyüş yoldaşlarımdan sevinməyindən həmin anda, yəni bizim üçün ən üstünü olan bizim xalqımızın sevinməyi bizə kifayət edər. Life Azərbaycan şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi uzun illərdən bəri artıq yetəri qədər tanınır. Ülpay şirkəti yerli şirkət olaraq hər zaman seçilib və bununla yanaşı olaraq 2020-ci ildə Qarabağ müharibəsinə, 1-ci və 2-ci Qarabağ müharibəsində iştirak edən şəhidlərimiz ailələrinə, qazilərimizə, veteranlarımıza bonus təqdim edib.
və hal-hazırda da bu bonuslardan yararlanan ailələrimiz var. Və veriş şəhidlərimizə həsr olunduğu üçün mən şəhid ailələrinə müraciət etmək istəyirəm ki, müharibədə iştirak etdiyi bonuslardan onlar da yararlana bilərlər. Təşəkkür edirəm, Və çox sağ olun. biz şirkətimiz tərəfdən şəhid analarımıza hədiyyəmizi təqdim etmək istəyirik. Biz də Ruslan bəylə Nurlan bəyə təqdim edək, Xəyal xanım. Və İlyas bəy, sizin kim də mən verim? Məmnuniyyətlə. Buyurun Ruslan qardaşım. Təşəkkür edirəm. Gülə-gülə istifadə edin. Buyurun. Gülə-gülə istifadə edin. Çox sağ olun xanım. Biz də sizə təşəkkür edirik. Hər Təşəkkürlər, zaman bizim Nikolay. yanımızda olduğunuz üçün. Çox Siz sağ olun və hər bir əməkdaşa və qonaqlarımıza təşəkkür edirəm. Çox Biz sağ sağ ol deyirik. Bir gözəl musiqinin Yeni bir yeri var mahnımız məncə. İfa edin. Hansı olacaq? Musiqini deyin görək. Sizlər hansını istəsəz də. Məncə yaxşı Azərbaycan olsun. Elə analar onu eşidən kimi hamının üzündə bir qəribə təbəssüm olur. Biz şanlı ordumuzun rəşadətinin eyranıyıq. Döyüşən hər əskərin cəsarətinin eyranıyıq. Ali baş komandanın siyasətinin eyranıyıq. Düşmanı yaman saldı çaş başa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. İki dövlət, bir millət, heç sual sorğusu yox. Hansı bir dövlətinsə bizim kimi ordusu yox. Neçə dövlət yığılıb gəlsə yenə qorxusu yox. Kürəyin söküyübdü qardaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Cəm edib Azərbaycan vətən övladlarını, keşiyində görə hər an vətən övladlarını. Vətən uğrunda verən can vətən övladlarını, qızıl hərflə yazır yaddaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. İlhamla irəliyə gedirik, sevirik biz vətəni. Sabaha ümidlə baxırıq, unutmuruq dünəni. Sən özün fikirləş ki, kimsən axı ay erməni. Səni saldı necə dağdan daşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa
30 il bizə vermiş elə işgəncə zülüm 30 ildə itirib ətrini xarı bülbülüm Budur məqsəd və amal ya Qarabağ ya da ölüm Bir dənə gülləsin atmır boşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şüar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şüar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Sən yalanlar istəhi, həqiqətlər axtardın Hansı ki, həqiqətlər içində hər vaxt vardın Nə gözəl 20% torpağını qaytardın Sən bütövlüklə gəlirsən xoşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şüar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şüar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Təşəkkür edirəm. Çox sağ olun. Yenidən bizə o hissləri yaşatdığınıza görə. Və istəyirəm İlyasın yanına yaxınlaşaq, Xəyal xanım. Bəli. Burada nə gözəlliklər yaradıb, ona baxaq. Ülvi bəy, Buyurun. Ortaya alın. doğrudan bu nə gözəllikdir? Türklər demişkən 10 parmağında 10 marifət. Vallahi bilmədiyim ətlərlə davaya çıxdı, soba ilə davaya çıxdı, soğanla, kələmlə davaya çıxdı. Neynədisə, yaratdığını yar yaratdı elədi. da. Vallahi. Gözəl, çox sağ olun İlyas. Manqalsız kabab. Buyurun. Gözəl. O Biz də birisi də? birazdan Xali salatı. Xali salatı. Birazdan qonaqlarımızla birlikdə bütün bu gözəl təamların dadına baxacağıq. Və onu da qeyd edim ki, bu yerə qədər Turan dövlətinə aid musiqiləri çox eşitmişik. Amma məncə bu cür möhtəşəmi hələ nə yazılmamışdı, nə səslənməmişdi. Buyurun, sizi dinləyirik. Türkiye, Prezident Erdoğan'ın liderliği sayesinde dünya çapında büyük güce çevrildi. Bir olacağız. İri olacağız. Diri olacağız. Kardeş olacağız. Səbrimizi yoxlamayın, yoxlamayın səbrimizi Biz bu yola qəbrimizi qazıb çıxmışıq Turanın ətri var havada, o yanacaq hər obada Qılınclarla bir sobada qızıb çıxmışıq Vətən sağ olsun alnımıza yazıb çıxmışıq Vətən sağ olsun alnımıza yazıb çıxmışıq Hak kordumuza, merhaba bozkurdumuza Planı turan yurdumuza cızıb çıxmışıq Planı turan yurdumuza cızıb çıxmışıq Səbrimizi yoxlamayın, yoxlamayın səbrimizi Biz bu yola qəbrimizi qazıb çıxmışıq Turanın ətri var havada, o yanacaq hər obada bir sobada qızıb çıxmışıq Vətən sağ olsun alnımıza yazıb çıxmışıq Vətən sağ olsun alnımıza yazıb çıxmışıq
sepmişik cahana Ural dağından o yana Arada düşmüşük dumana Azıb çıxmışıq Arada düşmüşük dumana Azıb çıxmışıq Səbrimizi yoxlamayın Yoxlamayın səbrimizi Biz bu yola qəbrimizi qazıb çıxmışıq Turanın ətri var havada Od yanacaq hər obada Qılınclarla bir sobada qızıb çıxmışıq Vətən sağ olsun alnımıza yazıb çıxmışıq Vətən sağ olsun alnımıza yazıb çıxmışıq Kardeş olacağız. Sibiri uyğuruq çoxumuz Altaya hopmuş qoxumuz Çin çıxacaq hər yuxumuz Yozub çıxmışıq Çin çıxacaq hər yuxumuz Yozub çıxmışıq Səbrimizi yoxlamayın Yoxlamayın səbrimizi Biz bu yola qəbrimizi qazıb çıxmışıq Turanın ətri var havada Od yanacaq hər obada Qılınclarla bir sobada qızıb çıxmışıq Vətən sağ olsun alnımıza yazıb çıxmışıq Vətən sağ olsun alnımıza yazıb çıxmışıq Düşün xatırla bunları O göytükləri onları Çox qurulan oyunları Bozub çıxmışıq Çox qurulan oyunları Bozub çıxmışıq Səbrimizi yoxlamayın Yoxlamayın səbrimizi Biz bu yola qəbrimizi qazıb çıxmışıq Turanın ətri var havada Od yanacaq hər obada Qılınclarla bir sobada qızıb çıxmışıq Vətən sağ olsun alnımıza yazıb çıxmışıq Vətən sağ olsun alnımıza yazıb çıxmışıq Elə dediyim kimi var. Möhtəşəm musiqi, möhtəşəm səslənmə. Xalqımızı qorusun, ordumuzu qorusun, Ulan, bu yurdumuzu nə qorusun. Elə bu yerdə Xəyal xanım, sağollaşmaq istəyirəm tamaşaçılarımızla. Çox sağ olun ki, bizə baxdınız, çox sağ olun ki, bizi dinlədiniz və gələn bütün qonaqlarımıza təşəkkür edirəm. Analar, sizin qarşınızda baş əyirik. Sizlərə Allahdan can sağlığı diləyirik. Sizə daha da gözəl musiqilər və bu cür gözəl qələbələrdən ilhamlanıb möhtəşəm sözlər yazmağı arzu edirəm. Allah cəmiyyən balalarımızı qorusun. Dünyadan köçən balalarımıza Allah qəni-qəni rəhmət eləsin. Çox sağ olun efirimizə gəldiyinizə görə, bizə bu cür gözəl şərəfi yaşatdığınıza görə. Hər birinizə ayrı-ayrılıqda çox sağ ol deyirəm. Deyirlər ki, gözəllik dünyanı xilas edəcək. Məncə hər bir xanımın arzusudur ki, gözəl görünsün. Və bu işdə sizə kömək olan peşəkar ustaların cəm olduğu bir məkanın adını demək istəyirəm. Eliana Beauty. Bugünkü gün bu gözəl makyajıma və saç düzümümə görə adaşım olan Jalə xanıma təşəkkür edirəm. Var olun hər zaman. Jalə xanımın da dediyi kimi, gözəllərin, gözəllik istəyənlərin və gözəl gəlinlərin məkanı Eliana Beauty Home-dur. Eliana Beauty Home-un sahibəsi gözəl Eliana xanımdan istəyirəm bir balacası danışmaq. Bu yaxınlarda Antalyada keçirilən vizaj konfransına onu dəvət ediblər və ondan çox gözəl bir seminar alıblar.
bütün Türkiyə, orada iştirak edən bütün Türkiyə vizajistləri, koloristləri hamısı onun əl qabiliyyətinə heyran olublar. Və mən bu Azərbaycan qızının öz qabiliyyəti ilə Türkiyədə belə məşhurlaşmasına çox sevinirəm və qürur duyuram. Təşəkkür edirəm Eliana və Eliana'nın komandası. Var olun.